Salam. Bugün sizə insan sağlamlığına ətraf mühitin təsiri mövzusunda izah verəcəm. 9-cu sinifdə sonuncu bölmə. Biz bilirik ki, insan orqanizmə ətraf mühitin təsiri danılmazdır. Yəni, daima insan orqanizmə ətraf mühit təsir edir və orqanizmin müxtəlif mühit amillərinin təsirinə qarşı ümumi neyrohumoral reaksiyası, onun əlverişli vəziyyətdən kənara çıxması halları stress adlanır. Yəni, burada mühit amillərinin təsirinə qarşı müxtəlif mühit amilləri dedikdə, təbii ki, burada fiziki amillər də ola bilər, hava temperaturunun kəskin dəyişməsi də ola bilər, qorxu ola bilər, yorğunluq ola bilər, fiziki yorğunluq ola bilər, zehni yorğunluq ola bilər, emosional münaqişələr ola bilər, çoxlu səs-küy ola bilər. Bunlar hamısı insanda stres yaradır. Yəni, müxtəlif mühit amillərin təsirinə qarşı insanda neyrohumoral reaksiyası stres adlanır. Stres sözünün mənası təzyiq, gərginlik deməkdir və stres anlayışını ilk dəfə Kanada alimi Hans Ley tərəfindən elmə gətirilmişdir. Lakin stressin və onun amilini təsirinə qarşı insanlarda bir çox uyğunlaşmaların yaranmasını isə elmi tərəfdən izahını Pasteur vermişdi. Stressin güclü qıcıqların təsirindən insanda gərginlik yaranır və bu gərginlik 3 mərhələdə baş verir. Hansı mərhələlərdir? Bu qrafikə zəhmət olmasa diqqət yetirərik. Birinci mərhələsi orqanizmin səfərbər edilməsi mərhələsidir və yaxud da başqa cür adı həyəcan mərhələsi. İkinci mərhələsi qıcığa qarşı müqavimətin göstərilməsi mərhələsi və yaxud da uyğunlaşma mərhələsidir. Üçüncü mərhələ isə orqanizmin zəifləməsi mərhələsi adlanır. Birinci mərhələ həyəcan mərhələsi. Yəni, birinci mərhələdə adından da görsəndiyi kimi orqanizmimizdə bu zaman səfərbər edilir. Yəni, hər hansı bir qıcığa qarşı orqanizmimizdə olan orqanlar səfərbər edilir. Məsəl üçün, ürək döyüntüsü sürətlənir bu zaman, qan təzyiqi yüksəlir, ürək disiplinin davam etmə müddəti azalır, qanda adrenalin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm sistemi zəifləməyə başlayır. Və bu zaman stres zamanı yadımızda saxlayaq ki, zulallara daha çox ehtiyac duyuruq. Və birinci mərhələ oldu orqanizmin zədələyici amillərə qarşı səfərbər edilməsi və yaxud da həyəcan mərhələsidir. İkinci mərhələ isə ortada yerləşən uyğunlaşma mərhələsidir ki, uyğunlaşma mərhələsində qıcığa qarşı müqavimətin göstərilməsi mərhələsidir ki, bu nəticədə təhlükə zəifləyir, dəf etmək yaranır da, bədəndəki olan bizim orqanlar sistemimiz həmən o stresə qarşı bir uyğunlaşma yaradır, sanki uyğunlaşır. Digər mərhələ isə orqanizmin zəifləməsidir. Orqanizmimizin zəifləmə mərhələsində nə baş verir? Təbii ki, bədən temperaturu aşağı düşə bilər, maddələr mübadiləsi zəifləyir, əfvalımız zəifləyir, insanda ruh düşkünlüyü yarana bilər, baş ağrısı yarana bilər, yuxusuzluq yarana bilər, tez yorulma baş verə bilər ki, bu da orqanizmin zəifləməsinə səbəb ola bilər. Lakin zərərli streslərlə bərabər bəzi streslər var ki, insan üçün xeyirlidir. Bəli, zərərli streslər bizim əfvalımıza pis təsir edir və bəzi xəstəliklərin inkişafına da streslər səbəb olur. Lakin elə streslər də vardır ki, faydalı olur. Məsəl üçün, faydalı streslər orqanizm imkanlarını səfərbər edir. Həmən o səfərbər edərək müxtəlif xəstəliklərə qarşı müqavimətimizi, mühitin dəyişən vəziyyətinə uyğunlaşmamızı artırır. Yəni, burada diqqət yetirək, belə o demək lazımdır ki, bu hissədə qeyd olunub, stres həmişə zərərlidirmi? Təbii ki, yox. Stres xeyirli də ola bilər, zərərli də. Təbii ki, əksəriyyəti zərərlidir, amma bəziləri də xeyirli ola bilər ki, həmən bu zaman orqanizm səfərbər edərək, orqanizmimiz bəzi xəstəliklərə qarşı müqavimət aparır və həmən o xəstəliklərin qarşısı alınır. Yenə diqqət yetirək, bu qrafikə mütləq şəkildə stres neçə mərhələdə getdi? 3 mərhələdə həyəcan mərhələsi, uyğunlaşma mərhələsi və
zəifləmə mərhələsi. Burada tapşırığa bir dənə bu tapşırığa diqqət yetirməliyəm. İkinci də. Bir də bu təbii ki, bilirsiniz də, orqanizmin gərginliyinə səbəb olan da bayaq dedik ki, psixoloji faktorlar var, bir də fiziki faktorlar var. Psixoloji faktorlar münaqişəli vəziyyət ola bilər, yorğunluq ola bilər, zərərli hər hansı vərdişlər ola bilər, qorxu ola bilər. Bunlar psixoloji faktorlardır. Fiziki faktorlar isə həddən artıq temperaturun da dəyişməsi, bilirsiniz ki, temperaturun birdən-birə dəyişməsi də insan orqanizminə təsir edir. Birinci soyuğun olması, daha sonra çoxlu dərman qəbul etmək, ətraf mühitin çirklənməsi, təbii ki, güclü fiziki yük və güclü havanın isti keçməsi, temperaturun artması, bu da bizdə fiziki olaraq, amil olaraq gərginliyə səbəb ola bilər. Bu ikinci çalışmaya diqqət yetirək. Deyir ki, 1, 2, 3-ü uyğunlaşdırın. Gəlin baxaq A variantı hansına uyğun gəlir. Orqanizm stresə səbəb olan mühitin mənfi və güclü amilinə qarşı davam gətirir. Lakin bu zaman orqanizmin digər mənfi amillərə qarşı dözümlüyü və immuniteti aşağı düşür. Bax, bu mənfi və güclü amilinə qarşı davam gətirir, uyğunlaşır, çalışır ki, o stresə qarşı bir orqanizmləri uyğunlaşdırsın. Birinci oldu uyğunlaşma mərhələsi. Orqanizmin bu amilə qarşı dura bilmir və müxtəlif xəstəliklər meydana çıxır. Təbii ki, bu üçüncü mərhələdə zəifləmə mərhələsidir ki, o stresə qarşı müqaviməti artıra bilmədi, başladı zəifləməyə. Üçüncü mərhələ stres amilinə qarşı mübarizə aparmaq üçün orqanizm bütün qüvvələri səfərbər edilir. Təbii ki, ən birinci olan həyəcan mərhələsidir ki, orqanizmin səfərbər edilməsi. Bu qədər stres haqqında bilməyinizdə bir fayda var. Diqqətdən kənarda saxlamayaq, öyrənmək lazımdır. Digər mövzumuz irsiyyət və dəyişkənlik. Biz bilirik ki, irsiyyət haqqında anlayışı ilk dəfə elmə Gregor Mendel tərəfindən 19-cu əsrdə kəşf edilmişdir və genetika elminin əsasını qoyan Mendel olmuşdur 19-cu əsrdə. İrsiyyət nədir? Orqanizmin öz əlamət və inkişaf xüsusiyyətlərini saxlamaq, irsən nəslə ötürmək qabiliyyəti irsiyyət adlanır. Dəyişkənlik isə biz demişdik ki, orqanizmdə yeni əlamətlər qazanmaq xüsusiyyəti dəyişkənlik adlanır. Və bu yeni əlamətlər qazanmaq xüsusiyyəti həmin növ daxilində, həm də fərdlər arasında yaranan dəyişkənlik adlanırdı. Yəni, həm növ daxilində ola bilər, həm də fərdlər haqqında ola bilər. İrsiyyət və dəyişkənlik haqqında qanuna uyğunluğu öyrənən elm sahəsi isə genetika adlanır. İrsiyyətin maddi əsası. Bax, elə buradan ən birinci demək istəyirəm ki, irsiyyətin maddi əsasını xromosomlar təşkil edir. Sual düşə bilər ki, irsiyyətin bilavasitə maddi əsası nədir? Deyirik ki, maddi əsasını xromosomlar təşkil edir. Və bilavasitə maddi əsası nədir? Genlər. Çünki xromosomlarda yüzlərlə, minlərlə bilirik ki, genlər yerləşir. Və hər bir növün özünə məxsus karyotipi vardır. Karyotip nədir? Bir nüvədə olan xromosom yığımıdır. Məsəl üçün, insan orqanizminin bir hüceyrəsində olan, somatik hüceyrəsində olan karyotipi, yəni 2 eni bərabərdir 46 olur. İnsanın bir nüvəsində karyotip dedikdə yalnız bir nüvədə olan xromosomların sayı nəzərə alınmalıdır. İstənilən bir növdə. Və biz bilirik ki, bu şəkilə baxsaq, homoloji xromosomlardır. Bax, bu homoloji xromosomlardır. Onların üzərində yerləşən isə allel genlərdir. Allel genlər nədir? Bir-birinə alternativ olan genlərdir. Yəni, A-dırsa buna alternativ olan kiçik A-dır. B-dirsə buna alternativ olan kiçik B olmalıdır. Əgər B-dir, bunun qarşısında məsəl üçün böyük A durubsa, B-nin qarşısında böyük D durubsa, qeyri-alternativ genlər adlanır. Amma hal-hazırdakı allel genlərdir və homoloji xromosomlarda yerləşir. Homoloji xromosomlar dedik ki, eyni forma və quruluşu oxşar olan xromosomlar homoloji xromosomlar adlanır. Və biz bilirik ki, insan orqanizmdə xromosomları da autosom xromosomlar var və cinsi xromosomlar var. Somatik hüceyrəmizdə bilirik ki, 22 cütü autosomdur, yəni 44 ədədi, bir cütü isə cinsi xromosomlardır. Və autosom xromosomlar kişi və qadınlarda bir-birindən fərqlənmir. Yəni, qadınlarda da 44 xromosomun quruluşu eynidir, homoloji xromosomlardır və kişilərdə də 44 xromosom eynidir. Yəni, eyni homoloji
homoloji quruluşda olan xromosomlardır. Lakin kişi və qadınlar bir-birindən fərqlənir cinsi xromosomlarına görə. Qadınlarda bilirik ki, 2 ədəd somatik hüceyrəsində 2 ədəd XX xromosomu var. Kişilərdə isə 2 ədəd cinsi xromosom var. Bunlardan biri X, biri Y-dir. Təbii ki, bunu da yazılışını bilirik. 44 üstəgələk XX somatik hüceyrə üçün, qametimiz üçün yaza bilərik 22 plus X. Bu qadın üçündür. Kişilərdə də somatik hüceyrədə 44 plus X Y, qametdə isə kişilərdə 2 cür yazacaq. X və yaxud da 22 plus Y ilə işarə eləyə bilərik. Və qadınlarda da bu X xromosomları eyni olduğuna görə homoloji cütlər yaradır. Cinsi xromosomlar qadınlarda homoloji cütlər yaradır. Lakin kişilərdə, bax yadınızda saxlayın, cinsiyyət xromosomları homoloji cütlər yaratmır. Çünki onların biri X-dir, biri Y xromosomudur. Yenə deyirəm, allergenlər nədir? Homoloji xromosomlar nədir? Bu şəkildən yadınızda saxlayın ki, allergenlər bir-birinə alternativ olan genlər allergenlərdir. Qeyri-allergenlər isə bir-birinə alternativ olmayan genlər bir-birinin qarşısında yerləşirsə, bunlar qeyri-allergenlər adlanır və bunlar homoloji xromosomlarda yerləşir. Genotip nədir? Fenotip nədir? Bilirik ki, orqanizmdə bütün genlərin cəmi genotip adlanır. Yəni bizim bədənimizdə olan, insan orqanizmimizdə olan bütün genlərin cəmi genotip adlanır. Fenotip isə orqanizmi zahirən görünən əlamətlərin, həm daxili və xarici əlamətlərin cəmi isə fenotip adlanır. Yəni bax bizim gözümüzün rəngi, saçımızın rəngi, dərimizin rəngi, boyumuzun uzun olması, boyumuzun qısa olması və s. xarici görkəmimiz bizim, yenə deyirəm, baxdıqda biz onun fenotipini müəyyən edə bilərik ki, yəni gözün rəngi qaradır. Lakin diqqətli olun, biz onların zahirən baxaraq, fenotipə baxaraq genotipini, daxildə olan genotipini müəyyən edə bilmərik. Ümumiyyətlə, əlamətlər, dominant əlamətlər var, resessiv əlamətlər var. Bu isə zəhmət olmasa əzbər. Dominant əlamətlər var, bir də resessiv əlamətlər. Dominant əlamətlər hansılardır? Qara saç, qıvrım saç, qara göz, dərinin tünd rəngi, sifətdə çillərin olması, iri burun, qanın normal laxtalanması. Yəni, bunlar dominant əlamətlərdir. Dominant nə deməkdir? Əgər böyüyə ola bilər, homozigot vəziyyətdə və yaxud da heterozigot vəziyyətdə də ola bilər. Dominant əlamətlərdir. Mütləq şəkildə yadımızda saxlayaq. Resessiv əlamətlər isə kiçik A şəklində, kiçik B və bu əlamətlərdir. Homozigot vəziyyətdə olur da. Bilirik ki, resessiv genlər yalnız homozigot vəziyyətdə olur. Dominant əlamətlər isə həm homozigot vəziyyətdə ola bilər, homo eyni və yaxud da heterozigot vəziyyətdə. Hetero müxtəlif deməkdir. Resessiv əlamətləri isə sarı saç, düz saç, mavi göz, açıq rəngli dəri, sifətdə çillərin olmaması, normal ölçülü burun, qanın laxtalanmaması hemofiliyadır. Hemofiliya irresessiv əlamətdir, bəli, və qanın laxtalanmaması. Qanın normal laxtalanması dominant əlamətdir. Və diqqətli olun, sifətdə çilin olması dominant əlamətdir, çillərin olmaması isə resessiv əlamətdir. Və dalğalı saç, indi bizdə kitablarımızda, testlərdə rastımıza gələr. Qara saç, qıvrım saç var, düz saç var və bunların ortası olan dalğalı saç isə analiz-edici çarpazlaşma nəticəsində alınır. Onlar böyük ya, kiçik ya ilə işarə eləyə bilərik. Məsəl üçün, qıvrım saç böyük ya, mavində də təbii ki, resessivdir, kiçik ya. Və bunların çarpazlaşmasından alınır. Bir dənə qamet böyük ya buradan əmələ gəlir, kiçik yadan buradan bir-biri ilə vurduqda böyük ya, kiçik ya, dalğalı heterozigot vəziyyət yarana bilər. Burada da mütləq bunları əzbər bilməliyik. İnsan irsiyyətinin formalaşmasında mühitin rolu. Təbii ki, insan irsiyyətinin formalaşmasında mühitin rolu danılmazdır. Bax, yadınızda qalsın, insanın xarakteridir. Bu hissələrdə qeyd olunub, kitabda qeyd edin. İnsanın xarakteridir, temperamentin
ciddi. Bunlar irsi əlamətlərdir. Hətta bilirsiniz də nikdir, xarakterdir, temperamentin tipləridir, anadan gəlmədir. Daha sonra ətraf mühitdə formalaşır təbii ki. Temperamentin tipləri var idi. Xolerikdir, melanxolikdir, flegmatikdir, sanguinikdir. Bu 4 tipin bizdə anadan gəlmədi. Daha sonra onun hansının bizdə daha çox formalaşması ətraf mühitin təsirindən asılıdır. Amma irsidir. Bunu mütləq qeyd edin. Xarakter də irsidir, temperamentin tipləri də. Daha sonra ətraf mühitdə yenidən formalaşır. Və bizim təbii ki, xarakterimizin formalaşmasında irsiyyətlə bərabər təlim-tərbiyə də əsas rol oynayır, sosial mühit də əsas rol oynayır. Və məsəl üçün bizlərdə boy artımı deyirik ki, bu da irsidir. Lakin yadınızda qalsın ki, bu irsi olaraq boy artımı daha sonra uşaqlara qidalanma ilə əlaqədar olaraq biz boy artımını artıra bilərik. Yəni əlavə ətraf mühitin təsiri ilə də biz ona üstünlük gələ bilərik. Diqqətli olaq, bəzi əlamətlər, məsəl üçün bunlar sonra ətraf mühitin təsiri ilə dəyişməyən əlamətlərdir. Ən vacib olan qan qruplarıdır. Bəli, qan qrupları bizim anadan gəlmə qan qrupumuz. Məsəl üçün məndə birinci qan qrupudursa, bu sonradan dəyişir. Yəni ətraf mühitin təsiri etsək də qan qrupları nəsə dəyişiklik eləsək dəyişmir. Yalnız birinci qan qrupuna malik oluruq ömrümüzün axırına qədər. Yenə deyirəm, bəzi əlamətlər, məsəl üçün qan qrupları, bəzi irsi xəstəliklər ətraf mühitin təsiri ilə deyil, yalnız genotipdə müəyyən olur. Bu nə deməkdir? Anadan gəlmə müəyyən olunur. Artıq onu dəyişmək qeyri-mümkündür. Məsəl üçün irsi xəstəliklər daltonizmdir, hemofiliyadır. Bəli, məsəl üçün daltonizm rəngli görməmədir, onu bilirik. Sadəcə onların qarşısı alınır. Amma tam o xəstəlik müalicə olunurmu? Xeyr. Hemofiliyadır, yəni qarşısı alına bilər, amma tamamilə o xəstəliyi müalicə etmək mümkün deyil. Ona görə də bəzi irsi xəstəliklərdir və qan qruplarıdır ki, dəyişməyəndir. Testlərə düşə bilər ki, qan qrupu dəyişə bilərmi? Xeyr, dəyişə bilməz. Biz bilirik ki, burada da əlavə deyim ki, dölün öz qan qrupu olur, ananın da öz qan qrupu. Məsəl üçün, ana bətində olan dölün qan qrupu mütləq şəkildə anadakı olan qan qrupu ilə eyni olmalıdır deyilən bir şey yoxdur. Təbii ki, ata və ananın qan qrupunu bilərək biz dölün qan qrupunu da müəyyən edə bilərik. Baxaq çalışmalara, orqanizmin zahirən görünən əlamətlərinin cəmi təbii ki, fenotip adlanır. Orqanizmi yeni əlamətlər qazanmaq xüsusiyyəti, diqqətli olun, yeni əlamətlər qazanmaq xüsusiyyəti dəyişkənlik adlanır. İrsiyyət və dəyişkənliyin qanun uyğunluqlarına öyrənən elm sahəsi genetikadır. İnsan karyotipində 23 cüt xromosom olar, 22 cüt deyil, 23 cüt, yəni 46 ədəd xromosom olar. Kişi və qadının bütün autosom xromosomları bir-birindən fərqlənir? Xeyr, əksinə fərqlənmir. Nəsildə üzə çıxan güclü əlamət dominant, bəli, nəsildə özünü göstərən əlamət dominant əlamətdir. Nəsildə gizli qalan əlamət isə resessiv əlamətdir. Fərdin bütün irsi xassələrinin cəmi isə, irsi xüsusiyyətlərinin xassələrinin cəmi, yəni bütün genlərinin cəmi isə genotip adlanır. Bir də bayaq dedik ki, homozigot vəziyyətdə, heterozigot vəziyyətdə, sonraki nəsillərdə parçalanma verən heterozigot vəziyyətlərdir. Nə homozigot dominant, homozigot resessiv, bax, homozigot resessiv, homozigot dominant, sonraki nəsillərdə parçalanma vermir. Sonraki nəsillərdə parçalanma verən heterozigotlardır. Böyük ya kiçiyə parçalanma verəcək, böyük yaya və kiçik aya. Deməli, sonraki nəsillərdə parçalanma verən heterozigot vəziyyətlərdir. İnsan irsiyyətinin öyrənilməsi üsulları. İnsan irsiyyətinin öyrənilməsi üsulları çoxdur. Bunlardan məsəl üçün biz deyə bilərik genealoji üsulu, əkizlik üsulu, sitogenetik üsul, biokimyəvi üsulları misal göstərə bilərik. Genealoji üsulla nəsil ağacının şəcərəsinin öyrənilməsi əsaslanır ki, əsasən nəsil ağacı 3 nəsildə özünü göstərir. Bax, bura xahiş edirəm, diqqət yetirək. İndi nəsil ağacı testlərin üzərində də izah verəcəm. Burada kişi və qadını müəyyən etmək üçün kişi hansı, necədir, qadın necə göstərilir, öyrənən əlamət necə göstərilir, nicah, bax, bu deməkdir. Nikahdan əmələ gələn evladlar bu cür göstərilir və 3 nəsildə izlənilir.
Və burada genealoji üsulun öyrənilməsinin məqsədi nədir? Əlamətin dominant və yaxud da resessiv olduğunu müəyyənləşdirmək üçündür. Yəni burada öyrənilən əlamət xəstəlik verilib də, misal üçün bu qara göstərilib. Həmin bu qara göstərilən hissənin əlamətin dominantdırmı, yoxsa resessivmi olduğunu genealoji üsul vasitəsilə öyrənirik. Və məsəl üçün burada ağçəng xəstəliyi verilibdir. Ağçəng yadınızda qalsın, dominant resessiv əlamətdir. Dominant resessivdir. Bax, dominant resessivdir. Yəni burada bax böyük ana belə dominant resessiv autosom xromosomlarla böyük ya kiçik adı. Bax burada resessiv əlamətdə gizli qalandır. Bax bu ağçəng xəstəliyində xəstə insanlardır bu cür olanlar. Amma harda ki kiçik alar var, kiçik alar varsa bu sağlam insanlardır. Bax bizdə aları hamısı bu ağ rəngdə olanları rahatlıqla biz kiçik A hərfi ilə işarə eləyə bilərik. İndi biz diqqət yetirməliyik ki, bax bilirik ki, böyük ya, kiçik ya, böyük ya, kiçik ya. Bunları çarpazlaşdıranda nə alınır? Bir dənə böyük ya, böyük ya, böyük ya, kiçik ya, böyük ya, kiçik ya, 2 dənə alınır. Özüm ayrı-ayrıqda yazdım və bir dənə də kiçik ya alınır. Aha, deməli xəstə olanlar, bax bunlarda ola bilər böyük ya, böyük ya, kiçik ya da diqqətli olun. Xəstə olmayanlar yalnız kiçik yalardır. Deməli o qara rəqəmləri ilə verilmiş hissələr ya böyük ya da ola bilər, ya böyük ya, kiçik ya da ola bilər. Mən indi nədən müəyyən eləməliyəm ki, bu cür olmalıdır? Bax məsəl üçün mən burada bunu, bu ağları, məsəl üçün burada evlad olan, bax bu evladı deyim, kvadrat şəklində olan kişi, oğlan evladının genotipini müəyyən etmək üçün kiçik ya yazdım. Düzdürmü rahatlıqla? Çünki dedim ki, sağlamlar resessivdir. Bunun A-nın birini anadan almalıdır. A-nın birini atadan almalıdır mütləq şəkildə. Çünki biz bilirik axı, genin bir hissəsi anadan gəlir, bir hissəsi atadan. Ona görə rahatlıqla deyə bildim ki, bax bu birinci hissədə yerləşən valideynlər böyük ya, kiçik ya genotipinə malik olur. Belə indi başa düşürəm, rahat olmayacaq. İnşallah test üzərində izahını verə bilərəm. Digəri əkizlik üsuludur ki, əkizlik üsulu. Dedik ki, genealoji üsul vasitəsilə əlamətin dominant və yaxud da resessiv olduğunu müəyyənləşdirirdik. Lakin həmin bu dominant və resessiv əlamətə mühitin təsirini isə öyrənən sahə əkizlik üsulu adlanır. Əkizlik üsulu ilə mühitin genotipinə təsirini müəyyən edilir. Bundan başqa müxtəlif və eyni yumurta əkizləri öyrənilir. Daha sonra sifətdə çililiyin, barmaq izlərinin keçməsi, infeksiyon xəstəliklərə qarşı meyillik əkizlik üsulu ilə öyrənilir. Bu hissəyə diqqət. İndi burada şəkildə verilib eyni yumurta əkizləri, müxtəlif yumurta əkizləri. Təbii ki, bizim məlumatımız var artıq. Eyni yumurta əkizləri əmələ gəlməsində 2 qamet iştirak edir. Bir yumurta hüceyrə, bir spermatozoid və bir zigot yaranır. Və bir zigotdan bir dənə cift yaranır. Ümumiyyətlə yadınızda saxlayın ki, istər müxtəlif yumurta əkizlərində, istər eyni yumurta əkizlərində zigotların sayı ciftlərin sayına bərabər olur. Ciftin sayına bərabər olur. Eyni yumurta əkizində deməli bir zigot varsa bir cift yaranar, lakin ciftin daxilində döllərin sayı 2, 3, 4, 5 və s. ola bilər. Hər bir dölün də özünün müstəqil şəkildə göbək ciyələri vardır. Məhz o göbək ciyələri vasitəsilə ciftdə birləşir. Burada da yadımıza salmaq istəyərdim ki, göbək ciyəsində olan qan bilirik ki, dölə məxsus olan qandır. Bax bunu yadınızda saxlayın. Göbək ciyəsində olan qan dölə məxsus qandır. Amma ciftdə isə cift hardan yaranırdı? Uşaqlığın divarından. Uşaqlığın divarı da anaya məxsus olduğuna görə ciftdə olan qan isə anaya məxsusdur. Və döllə də bilirsiniz ki, ananın qanı heç vaxt qarışmır. Və göbək ciyəsində olan damarları da yadımıza salsaq, bilirdik ki, 2 ədəd arteriya damarı vardı göbək ciyəsində, 1 ədəd vena damarı. Arteriya damarları zərərli maddələri ciftdə daşıyırdı. Düzdürmü? Karbon qazının zərərli maddələri ciftdə daşıyır. Lakin vena damarları isə ciftdən qidalı maddələri, oksigeni dölə daşımış olurdu.
Bunu da təkrar elədik. Əlavə olaraq deyək ki, eyni yumurta əkizləri mütləq şəkildə burada indi adətən yazılıb, amma biz testlərdə həmişə adətən, yəni yox, daha doğrudur, israrlı deyirik ki, mütləq şəkildə eyni cinsiyyətli olur. Eyni cinsiyyətli olur. Mütləq şəkildə eyni cinsiyyətli olmalıdır. Ya oğlan uşaqları olmalıdır, ya qız uşaqları olmalıdır. Və qan qrupları da eyni olur. Əmələ gələn 3 evladdırsa, 3-ü də oğlan uşağıdırsa, hər birinin qan qrupu eyni olmalıdır. Bunu da mütləq şəkildə qeydə aldıq. Burada cift yazıb, mən əkiz başa düşdüm. Adətən eyni ciftə malik olurlar, təbii ki. Müxtəlif yumurta əkizləri. Müxtəlif yumurta əkizlərinin yaranmasında nə qədər cift varsa, o qədər zigot var. Məsəl üçün, bizə məsələ şərtində deyər ki, 4 ədəd cift var. Deməli, 4 ədəd zigot var. Düzdürmü? Hər bir cift dedik ki, zigotdan yaranır. Və bir dənə ciftin əmələ gəlməsində də 2 qamet iştirak edir. Əgər 4 ədəd cift varsa, deməli 8 ədəd qamet iştirak edib. 4 ədəd yumurta hüceyrə, 4 ədəd spermatozoid. Əlavə olaraq deyək ki, hər bir dölün müxtəlif yumurta əkizlərində, məsəl üçün 4 ədəd evlad dünyaya gəlib, düzdürmü? Müxtəlif yumurta əkizləridir. 4 ədəd cift olacaqdır. Hər bir dölün özünün müstəqil şəkildə nəyi var? Ciftə malikdir. Və hər bir dölündə təbii ki, göbək ciyəsi var. 4 ədəd döl varsa, 4 ədəd göbək ciyəsi var, 4 ədəd də ciftə malikdir. Deməli, müxtəlif yumurta əkizlərində ciftlərin sayı göbək ciyələrin sayına və yaxud da döllərin sayına bərabər olar. Bunu da qeyd edin. Və əlavə olaraq müxtəlif yumurta əkizləri ya eyni cinsiyyətli ola bilər, ya müxtəlif cinsiyyətli də ola bilər. Qan qrupları eyni də ola bilər, müxtəlif də qan qruplarına malik olar. Bir dənə burada diqqətimdən qaçan eyni yumurta əkizləri. Eyni yumurta əkizləri yadınızda qalsın, blastomerlərdən əmələ gəlir. Biz bilirdik ki, zigot parçalanma mərhələsində mitoz yolla bölünərək blastomerlər əmələ gətirirdi. Məhz o blastomerlərdən zigot yaranır. Bax, yadınızda qalsın, əgər 6 dənə blastomer əmələ gəlibsə, bölünərək uzunluğa enine istiqamətdə 6-8 ədəd blastomer yaranıbsa, 8-dən çox olmalıdır ki, az olmamalıdır. Misal üçün də blastomer sayı. Minimum, yəni blastomerin sayı 8-dən çox ola bilər. Həmişə cüt rəqəmlər olur da, təbii ki 2, 4, 8, 16, 32 və s. Nədən əmələ gəlir eyni yumurta əkizləri? Deyirik ki, blastomerlərdən əmələ gəlir. Digər üsulumuz sitogenetik üsuldur ki, o sitogenetik üsul xromosomların sayını, quruluşunu, miqdarını öyrənən elm sahəsidir. Və yadınızda qalsın, sitogenetik üsulla biz artıq 10-cu sinifdə mutasiyalar haqqında məlumat vermişik. Genom mutasiyaları və xromosom mutasiyaları sitogenetik üsulla öyrənilir. Yəni, xromosom mutasiyasında nə idi? Xromosomlarının yerində baş verən dəyişiklik, 180 dərəcə çevrilməsi və yaxud da qeyri-homoloji xromosomun olması, hər hansı bir xromosomun itkisinin olması sitogenetik üsulla öyrənilir. Yadınızda qalsın, indi misalda deyəcəm, leykoz xəstəliyinin bəzi növləri, daha sonra Lejin çığırtısını misal göstərə bilərik. Sitogenetik üsulla öyrənilir. Genom mutasiyalarına biz dedik ki, Down sindromu, Patau sindromu, Edwards sindromunu deyə bilərik, Klinefelter sindromunu deyə bilərik. Yəni, bunlar hansı üsulla öyrənilir? Sitogenetik üsulla. Daha sonra var biokimyəvi üsul. Biokimyəvi üsulda orqanizmdə gedən maddələr mübadiləsində gedən çatışmamazlıqları, onlarda yaranan çatışmamazlıqlara yaranan səbəblər nə səbəbdir? Yəni, bunları öyrənən biokimyəvi üsuldur. Məsəl üçün, biokimyəvi üsulla oraq şəkilli hüceyrə anemiyasında misal göstərə bilərik qan azlığına. Biz bilirik ki, normal eritrositlərimiz disk şəklindədir, amma anemiya olduqda onlar oraq şəkilli olur. Bax, bunu da yadımızda saxlayaq. Məsəl üçün, talasemiya xəstəliyi. Bax, bu oraq şəkilli anemiya formasını alırsa eritrositlər, bu irsi olan autosom resessiv xromosomlarla ötürülən talasemiya xəstəliyini misal göstərə bilərik.
və daha sonra albinizmdir, talasemiyadır, daha sonra maddələr mübadiləsinin pozulması nəticəsində gen xəstəliklərdən olan Tay-Sachs xəstəliyidir, karbohidrat mübadiləsinin pozulması zamanı, vitamin mübadiləsinin pozulması zamanı homosisteria xəstəliyini misal göstərə bilərik ki, biokimyəvi üsulla öyrənilir. Yəni mütləq şəkildə bir xəstəlik də mütləq biokimyəvi üsulla ancaq tətbiq edərik, xeyr, bunu da desək yanlış olar. Yəni hansı üsul əlimizdədirsə, həmin üsuldan da öyrənə bilərik, amma əsasən indi mən burada da çalışma var, qeyd eləyəcəm, əsasən hansı üsullardan istifadə edirik. Çalışmaya baxaq, xromosomların miqdarı, quruluş xüsusiyyətlərinə əsasən insan irsiyyətinin öyrənilməsi üsulu dedik ki, sitogenetik üsuldur, xromosomun quruluşu. Uşağın inkişafına genotipin və mühitin təsirini öyrənən üsul. Bax, genotipin və mühitin təsirini öyrənən əkizlik üsuludur. İnsanlarda əlamətlərin irsən ötürülməsinin qanuna uyğunluqlarını öyrənən üsul isə irsən ötürülməsi genealoji üsuldur. Əlamətin dominant və yaxud da resessiv olduğunu öyrənən üsul da genealoji üsuldur. Bu üsul vasitəsilə xromosomların artıq və ya əskik olması ilə əlaqədar xəstəliklər öyrənilir. Yenə deyirəm, bu genom mutasiyasına aiddir, sitogenetik üsulla. İnsan irsiyyətinin öyrənilməsinə əsaslanan üsul isə təbii ki, irsiyyət deyirsə genealoji üsuldur. Sağlam və xəstə adamların xromosom yığımının tədqiq edən üsul sitogenetik üsuldur. Nəyə görə? Çünki sağlam insanda bilirik ki, xromosom sayı 46-dır. Məsələn, Down sindromlarında 47, Patol sindromunda 47, Edwards sindromunda 47. Onlarda atosom xromosom sayının biri artıqdır. Yəni 45 ədəd atosom xromosom var. Down sindromlu insanda, Patol sindromunda, Edwards sindromunda bunları əzbər bilməliyik. Daha sonra müadillər mübadiləsində baş verən pozğunluğu öyrənən üsul isə biokimyəvi üsulu misal deyə bilərik. Bax, bu genealoji üsulla hansı xəstəlikləri, üsulun mahiyyəti, harda istifadə olunur deyək. Məsəl üçün, genealoji üsulla biz hemofiliyanı, rəng korluğunu deyə bilərik ki, X ilişikli resessiv keçir, hemofiliyadır, rəng xəstəliyidir ki, X xromosomu ilə resessiv ilişiklidir. Sifətdə çililiyin olması, barmaq izləri, infeksiyon xəstəliklərə qarşı meyillik əkizlik üsulu ilədir. Sitogenetik üsulla yenə Down sindromunu deyə bilərik, Lejen çığırtısını deyə bilərik, leykozun bəzi növlərini deyə bilərik. Məsəl üçün, Down sindromu yaranmasına səbəb meyoz bölünmənin anafaza mərhələsində atosom xromosomlarının bir vahid artıq olmasıdır. Yəni 21-ci cüt atosom xromosomlarının bir vahid artıq olmasıdır. Məhz bu MİQ imtahanına düşmüşdü. Down xəstəliyinin yaranmasına səbəb, mən imtahan verdiyim ildə düşmüşdü. Ona səbəb olaraq meyozun anafaza mərhələsində xromosomlar kütüblərə çəkilərək 21-ci cütündə bir ədəd xromosomun artıq olmasıdır. Biokimyəvi üsulu isə albinizmi, talasemiyanı misal göstərə bilərik ki, albinizmdir, talasemiyada atosom resessiv genlərlə ötürülmüş xəstəliklərdir. Davam edirik. Burada genlərdə baş verən dəyişikliklər. Bax, bu oxla göstərilən hissə probant deyilir. Yəni, bu probantı müəyyən etmək üçün, görürsünüzmü, 3 nəsil var. Birinci, ikinci, üçüncü nəsil. 3 nəsildə izlənilir və həmən hissədən başlayaraq biz nə edə bilərik? Xəstəlikləri müəyyən edə bilərik. Genlərdə baş verən dəyişikliklər zamanı. Bilirik ki, genlərdə yadınızda qalsın, insanda genlər çoxdur və genlərdə baş verən xəstəliklərin sayı 4000-dən çoxdur ki, bunlara məsəl üçün yenə deyirəm, genlərdə baş verən albinizmdir, rəng korluğunu misal göstərə bilərik. Albinizm nə idi? Pigment çatışmamazlığı idi. Rəng korluğu isə daltonizm idi. Albinizmdə saçda, gözlərdə, kirpiklərdə, qaşlarda, həmçinin dərimizdə pigment olmurdu. Bunu diqqət yetirin. Bir də rəng korluğunu da təbii ki bilirik. Digəri Down sindromunu dedik və burada zəhmət olmasa Down sindromunun əlamətlərini buradan öyrənməliyik mütləq şəkildə. 21-ci cüt artıq xromosom olmasıdır Down sindromunda. Sifətə yayılmış burun və yuxarı dartılmış büküşlü qapaqlara malik gözlər, digər barmaqlardan uzaqda yerləşən baş barmaq, dabanların inkişaf etmiş büküşləri,
Eyni güclü ovucular, meymun ovucu qısa görünüşü 5-ci barmaq. Yəni bunlar xahiş edirəm əlamətlərini hər bir xəstəliyin əzbər bilməliyik. Bir də bizə bura maraqlıdır hissədə arxandaktiliya xəstəliyidir ki, hörümçək barmaqlar adlanır. Yəni barmaqlar çox olur və nazik və uzun olur. Bu xəstəlik də irsi xəstəliklərdir və gen xəstəlikləridir. Arxandaktiliya da gen xəstəliyidir. Bu zaman hansı toxumada testlərə düşər, diqqətli olaq, mütləq şəkildə var. Birləşdirici toxumanın normal formalaşması pozulur və barmaqlarının quruluşu ilə yanaşı gözdə də bu hissəni də yadımızda saxlayaq. Gözdə hansı hissə büllurun quruluşuna təsir edir. Bu zaman təbii ki, ürək damar sistemində də anomiyalar baş verir. Deməli, arxandaktiliya xəstəliyinə səbəb olur birləşdirici toxumada olan genlərin funksiyasının pozulması, əl barmaqlarının quruluşu ilə yanaşı gözün büllur qişasına da təsir etməsidir. Bundan başqa ürək damar sisteminə də səbəb olan xəstəliklərdir. O büllur sözünü yadımızda saxlayaq, birləşdirici toxumanı yadımızda saxlayaq, testlərə düşür. Talasemiya xəstəliyi. Təbii ki, talasemiya xəstəliyi bilirik ki, irsi qan xəstəliyidir. Resessiv olub və autosom xromosomlarda baş verən genlərdə, autosom xromosomlardakı hər hansı bir gende baş verən dəyişiklikdir. Və yadınızda qalsın ki, səbəbi hemoqlobin sintezinin pozulmasıdır. Orakvari anemiya bayaq dedik. Və talasemiyanın ağır forması var. Ümumiyyətlə daşıyıcı talasemiyalar var. Bir də talasemiyanın ağır forması var. Ən çox da Azərbaycanda talasemiya xəstəliyi geniş yayılmışdır. Buna səbəb olaraq qohum evliliyidir. Yadınızda qalsın, talasemiyanı sizə necə testlərdə tapırıq? Daşıyıcı talasemiya dedikdə böyük ya, kiçik ya? Daşıyıcı. Daşıyır bunları. Daşıyıcı talasemiyadır. Amma xəstə ağır formalar isə kiçik ya, kiçik yadır. Və bunu yadınızda saxlayın. Bu talasemiyanın xəstə vəziyyətidir. Böyük ya, kiçik ya isə daşıyıcıdır. İndi əgər hər iki valideyn daşıyıcı olarsa, bu valideynlərdən sağlam uşaqlar da dünyaya gələ bilər. Yenə daşıyıcı uşaqlar, evladlar da dünyaya gələ bilər və xəstə evladlar da dünyaya gələ bilər. Bu xəstə evladlar ümumi 4 nəsil, 4 alında, düzdürmü? Həmin bunun 4də biri xəstə ola bilər. Yəni 25% xəstə ola bilər. Demirik 100% daşıyıcı ana ilə daşıyıcı ata evləndi, mütləq şəkildə 100% xəstə uşaqlar dünyaya gələcək. Xeyr, xəstə uşaqlar dünyaya gələ də bilər, gəlməyə də bilər. Yenə bu 25% risk var ki, xəstə uşaqlar dünyaya gəlsin. Hər iki vəziyyətə görə homozigotlar nə qədər idi? Yenə 25% idi. Daşıyıcılıq isə 2 dənə böyük ya kiçik ya olduğuna görə 50% də daşıyıcılıq vardı. Bunları da yadımızda saxlayaq. Çalışmalara baxaq. Genlərdə baş verən çatışmamazlıqlar albinizm xəstəliyidir, pigment çatışmamazlığıdır, gen xəstəliyidir. Albinizm gen xəstəliyidir. Down sindromu genom xəstəlikdir. Genomda xromosom sayının bir vahid artıq olması. Diqqətli olaq, bunların hər birini qeyd edək. Down sindromu genom xəstəliklərə aiddir. Genom mutasiyalara daha doğrusu. Əlamətin dominant və ya resessiv olmasını dedik genoloji üsulla, mühitin genotipinə təsirini isə əkizlik üsulu ilə. Down xəstəliyi autosom xromosomlarda baş verəndə, amma hemofiliya qanın laxtalanmaması, əsasən deyirik kişilər olur, bu xəstə kişilər olur. Bunlar cinsi xromosomlarla, özü hansı cinsi xromosomları? X xromosomu ilə. Hemofiliya ana daşıyıcı da ola bilər. Ana, bax, kiçik H-dırsa daşıyıcı da ola bilər. Hemofiliyalı ana xəstədə ola bilər, misal üçün deyirik də. Bir dəqiqə. Ana xəstədə ola bilər, 2 dənə kiçik H. Amma ata ya xəstə ola bilər, hemofiliya genini daşıyan ata ya xəstə ola bilər, ya da ata sağlam ola bilər. Ata heç vaxt daşıyıcı ola bilməz. Ana, yenə deyirəm, hemofiliya genini daşıyan ana daşıyıcı da ola bilər. Bunlar fenotipcə sağlamdır, xəstə də ola bilər və sağlam da ola bilər. Amma ata ya xəstə olmalıdır, ata da xəstə, ya da ki, ata sağlam olmalıdır. Onlar daşıyıcı ola bilməz, çünki bir dənə X xromosomu olduğuna görə. Kimyəvi şəkərli diabet
diabet xəstəliyinin, bəli. Toyuq korluğu isə yenə gen xəstəliyidir. Gen xəstəliyi toyuq korluğuna daltonizmi misal göstərə bilərik ki, X xromosomu ilə resessiv gedir. Daltonizmin də hemofiliya kimi qadınlar daşıyıcı qadın bu cür olar, sağlam qadın isə böyükdir. Daltonizm baş hərflərlə işarə edirik. Hemofiliyanı isə böyük H ilə işarə edə bilərik. Down sindromunda isə 47 xromosomu var. Sağlam insanda 46, Down sindromunda isə 47 xromosom var. Və bu diqqətli olun bu hissədə də, yəni insan cinsiyyətini müəyyən eləmək. Bax bu cinsiyyətini müəyyən eləmək. Biz bilirik ki, kişilərin somatik hüceyrəsində 44+XY, qadınlarda isə 44+XY-dir. Bayaq da yazmışdıq ki, kişilərin yaratdığı qametlər 22+X ola bilər, 22+Y ola bilər. Qadınlarda 22+X, 22+X-dir. Yəni bu necə baş verirdi? Bu qametlərin ki, əgər 22+X kişidən 22+ qadından gəlirsə, mütləq şəkildə oğlan uşağı, qız uşağı üzr istəyirəm, dünyaya gələcək. Yox, kişidən 22+Y, qadından da hər hansı bir 22+X gələrsə, təbii ki, oğlan uşağı dünyaya gələcək. Bunları da müəyyən eləməyi bacarmalıyıq, qametləri yaza bilməliyik. Cinsiyyətdə də mütləq cinsiyyəti təyin edən məhz xromosomlardır ki, ümumiyyətcə qız və yaxud da oğlan uşağının dünyaya gəlməsini təyin edən bilirik ki, kişilərdir. Çünki onlarda həm X xromosomu, həm Y. X xromosomu qız evladını, Y xromosomu isə oğlan evladını müəyyən edir. Və burada cinsiyyətlə ilişikli irsiyyət, XY-lə irsiyyətlə ilişikli ötürülən xəstəliklər, bayaq dedik, hemofiliyadır, daltonizmdir, misal göstərə bilərik. Amma yadınızda qalsın, bəzi xəstəliklər var ki, məsələn, hemofiliyanın rəng korluğunu verib, əla dediyimiz kimi. Amma Y xromosomlarda hər hansı bir xəstəlikləri törədə bilər. Məsələn, qulaqda tükülük, dərinin balıq dərisi kimi pulçuqlu olması Y xromosomda yerləşir. Yəni bax, X-dir, Y qulaqda tükülük Q hərfin burada yaza bilərəm. Bunu X-də yoxdur. Y xromosomu ilə yalnız bu xəstəlik törədilir. Deyirik ki, qulaqda tükülük, dərinin balıq dərisi olması. Bu xəstəlik, qulaqda tükülük yalnız oğlan uşaqlarında olacaq. Niyə? Çünki Y vasitəsilə ötürülür. Y-də olan dəst bilirik ki, oğlan uşağı evladıdır, dünyaya gələcək. Ona görə həmin xəstəlik yalnız oğlan uşaqlarında özünü göstərir. Bax, bu da hemofiliyanındır, çarpazlaşmanı göstərib. Sağlam qız nə zaman yarandı? Sağlam oğlan, hemofiliya daşıyıcısı olan qız, yenə sağlam qız götürülür fenotipcə. Hemofiliyalı oğlan xəstə oğlandır. Yenə deyirəm, hemofiliya daşıyıcısı ana sağlamdır, sağlam kişi ilə çarpazlaşmasından. Bunları xahiş edirəm, özünüz də həmişə yazın, əliniz örgəşsin. Çalışmalar rahatdır. Karyotip nədir? Bilirik ki, karyotip orqan bir hüceyrəsi nüvəsində olan xromosomların ümumi miqdarıdır. Cinsi xromosomlar erkək və dişidə bir cüt fərqli olan xromosomlardır. Bunlar cinsi xromosomlardır. Digəri isə autosomlar isə ayrı cinsi orqanizmlər hüceyrələrində morfoloji cəhətdən eyni xromosomların olmasıdır. Bax, ayrı cinsli orqanizmlər, yəni kişi cinsi, qadın cinsi. Amma onlarda eyni xromosomlar var. Bunlar autosom xromosomlar. Digəri isə XX bilirik ki, qadın, XY isə kişini göstərir. Xromosomlara görə orqanizmin genotipinin təyin edilməsində cinsiyyət xromosomu təyin edir. Bəli, orqanizmin genotipini təyin edən cinsiyyət xromosomudur. Tamamilə doğrudur. Allergenlər homoloji xromosomların eyni sahəsində yerləşən bir genin müxtəlif alternativ formalarıdır. Bəli, bax bu nə deməkdir? Allergenlər bu bir xromosom, bu ikinci xromosom. Deyir ki, homoloji xromosomlarda, homoloji xromosomdur. Düzdürmü? Eyni sahədə yerləşən bir genin müxtəlif alternativ formasıdır. Yəni, böyük A-nın başqa alternativ forması nə ola bilər ki, kiçik A ola bilər. Böyük B-nin başqa alternativ forması nə ola bilər? Kiçik B ola bilər. Bundan başqa uzada bilək. Böyük C-nin alternativ forması kiçik C-də ola bilər. Məsəl üçün, böyük C-də ola bilər. A-nın da böyük A-da ola bilər, B-nin də böyük B ola bilər. Bax, bu alternativ formaları bu deməkdir.
Qamitlər heyvan və bitki orqanizmlərində cüt allergenlərdən birini daşıyan cinsiyyət hüceyrələridir. Bəli, cüt allergenlərdən cüt, yəni bax böyük ya kiçik yadırsa bunun hər ikisini daşıya bilməz. Qamitlər ya böyük anı daşıya bilər, ya kiçik anı daşıya bilər. Amma zigot bəli, diploid olduğuna görə hər iki cütü daşıya bilər. Ona görə yadınızda qalsın. Allergenlər cütünü diploid orqanizmlər daşıya bilər. Allergenlər cütünü daşımayanlar haploiddir. Yalnız onlardan birini daşıyacaq. Gen zülal molekulunun hüceyrənin quruluşu haqqında məlumat daşıyan bir hissəsidir. Gen yox, gen düzdür. Bax, zülal molekulunun hüceyrənin quruluşu haqqında yox, gen özündə irsi məlumatı saxlayan əsas bir sahədir. Bilirik ki, gen zülal haqqında məlumatlı kodlaşdıran bir hissədir. Amma zülalın quruluşu haqqında məlumatı xeyr. Bax, bu yanlışdır. Quruluşu haqqında yanlışdır. Daha sonra rəng korluğu kimi xəstəliyin yaranmasına səbəb genlər X xromosomunda yerləşir. Tamamilə doğrudur, bəli. Rəng korluğunda yerləşənlər daltonizm X xromosom, düzdür? Kişi və qadınlarda bir-birindən fərqlənən xromosomlar autosom adlanır. Yanlış fikirdir. Fərqlənməyən xromosomlar autosom adlanır. Fərqlənən cinsi xromosomlar adlanır. Bax, bu hissələrdə hansı hissə lazımdır sizə deyəcəm. Hətta buradan test düşmüşdü MİQ imtahanına da yenə. Alkoqol insan orqanizminə bilirik ki, alkoqolun qanda faizlərini 10-cu sinifdə maddələr mübadiləsində demişik. Məsəl üçün 0,2% qanda alkoqol olduqda vəhşi instinktlər baş verir. 0,6, 0,7% olduqda ölümlə nəticələnir. 0,3% olduqda alkoqol kütlüyü baş verir. Mütləq şəkildə o faizləri əzbər bilməliyikdir. Bu bir. Bir də var ki, alkoqol qana neçə dəqiqədən sonra keçir? Alkoqol qana yadımızda saxlayaq. 2 dəqiqədən sonra alkoqol qana keçir. O 2 dəqiqə sözünü yadınızda saxlayın. 2 dəqiqədən sonra. Bir də var insan orqanizmdə alkoqol hepatiti yaranır. Alkoqol hepatiti. Bir də var ki, hepatit xəstəliyini viruslar tərəfindən törədilən hepatit xəstəliyi var. Yadınızda qalsın. Alkoqol hepatitini infeksiyon xəstəlikdir. Bunun törədicisi hepatit viruslar deyil. Hepatit yaradır qaraciyərdə. Bəli, amma onu yaradan səbəb alkoqoldur. Virus deyil. MİQ imtahanına düşmüşdü. Amma alkoqol sirozunu yaradan, məsəl üçün alkoqol sirozunu yaradan yenə alkoqoldur. Amma təbii ki, hepatit B-dir, hepatit C, hepatit D, bunların törədiciləri virusdur. Diqqətli olun. Alkoqol hepatitinin törədicisi virus deyil. Təbii ki, alkoqol mənşəli maddədir. Və deyirik ki, alkoqolun 98% qədəri zərərsizləşdirilir. Həmən bu orqanizmimizdə. Qaraciyərdə bunlar nə baş verir? Biz bilirik ki, qaraciyər əsasən epitel toxumasından təşkil olunmuşdur. Təbii 4 qrup toxumanın 4-ü də var. Amma əsasən dedik ki, epitel toxumasındandır. Həmən bu alkoqol hepatiti zamanı qaraciyərdə olan epitel toxuması birləşdirici toxuma ilə əvəz olunur. Diqqətli olaq. Hansı toxuma ilə əvəz olunur? Birləşdirici toxuma hüceyrələri ilə əvəz olunur və bu zaman alkoqol hepatiti yaranır ki, bu da sirroz xəstəliyinin baş verməsinə səbəb olur. Daima spirtli içki içən insanların da beyin qabığının zədələnməsi nəticəsində əlləri əsir. Vaxtında müalicə olunmadıqda diqqətli olaq. Ağ isitmə deyilən psixi bir xəstəlik yaranır. Diqqətli olaq. Deməli, daimi spirtli içkilər, daima alkoqol qəbul edən insanların beyin qabığının zədələnməsi baş verir. Bu zaman ağ isitmə deyilən xəstəlik yaranmış olur. Narkotik maddələr də təbii ki, tamamilə insana zərərli vərdişlər. Narkotik maddələr əsasən bilirik ki, bitki mənşəlidir və ya dərman preparatları olub və bunlar yadınızda qalsın, narkotik tərkibli bitkilər əsasən badımcan çiçəklər fəsləsindədir və onlar biz testdə izahında dedik ki, onların ifrazat toxuması gövdə və yarpaqlarında daha çoxdur. Onlar özlərindən alkoqoloid tipli xüsusi maddələr ifraz edir ki, məhz onlardan müxtəlif maddələrin yaranmasına səbəb olur. Reproduktiv sağlamlıqda bilirik, burada da diqqətimizi çəkən zöhrəvi xəstəliklər hansılardır? Cinsiyyət yolu ilə keçən xəstəliklər zöhrəvi xəstəliklər adlanır. Cinsi orqan xəstəlikləri də başqa cür deyə bilərik.
Və bir də əlavə olaraq burada bir hissəni də qeyd eləyim. Mən hansı hissəni deyirəm, o hissəni qeyd eləyək. Karbohidrat və yağlardan sui-istifadə nəticəsində insanda ateroskleroz xəstəliyi, piyələnmə və şəkərli diabet kimi xəstəliklərin də yaranmasına səbəb olur. Bax bu hissədə. Və bir də insanda həddən artıq hamilə qadınlar alkoqol, narkotik maddələr qəbul edərsə, bu zaman həmən onların dünyaya gətirdiyi evladlarında ağıldan kəmlik, dovşan dodaqlı, qurd ağızlıq kimi xəstəliklər üzə çıxa bilər. Burada isə orqanizmin səfərbər edilməsi stressin mərhələləridir. Bu da yaxşı çalışmadır. Baxaq, orqanizmin səfərbər edilməsi hansı mərhələ idi? Birinci mərhələsi idi ki, həyəcan mərhələsi idi. Həyəcan mərhələsində 1-ə C-ni yazarıq. Ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir, qan damarlarının miqdarı artır, həzm prosesi zəifləyir, əzələləri isə çoxlu nədir? Qan gəlir. İkinci mərhələsinə baxaq, qıcığa qarşı müqavimət göstərilməsi mərhələsidir ki, bu uyğunlaşma mərhələsidir. Bəli, uyğunlaşma orqanizmin buna müqavimət göstərir. Nəticədə baş verən təhlükə zəifləyir. Digərlərini oxumuram. Orqanizmin zəifləməsi isə orqanizmin A variantı uyğun gəlir 3-də. Orqanizmin stressə qarşı müqaviməti zəifləyir, yorğunluq baş verir, baş ağrısı baş verir və s. yuxusuzluq və s. Burada histologiya hüceyrənin quruluşu, genetika, irsiyyət və dəyişkənlik haqqında elmdir. Bax, bir növbədə olan xromosom sayı karyotipdir. Bütün genlərin cəmi isə genotipdir. 44 xromosom autosomdursa, 2 xromosom cinsi xromosomdur. Valideyninin özünə oxşar nəsil törətməsi irsiyyətdir. Əmələ gələn evladlarda yeni əlamətlərin qazanılması dəyişkənlikdir. Burada resessiv nə deməkdir? Sonrakı nəsildə parçalanma verə bilməyən resessiv əlamətdir. Sonrakı nəsildə üzə çıxan əlamət isə dominant əlamətdir. Yəni böyük hərflər dominant əlamətləri göstərir. Böyük C, böyük D dominantdır. Sonrakı nəsillərdə üzə çıxan güclü əlamətdir. Dominant, hakim o deməkdir. Resessiv isə kiçik hərflərlə işarə olunur. Qanın normal laxtalanması dominant əlamətdir. Hemofiliya isə resessiv əlamətdir. Bax, yadınızda saxlayın. Qanın normal laxtalanması dominant əlamət, hemofiliya isə resessiv əlamətdir. Digər təbii ki, nəsil ağacını genealoji üsulla öyrəndik, əkizlik üsulundan genotipə mühitin təsirini öyrəndik, maddələr mübadiləsində baş verən dəyişkənliklər biokimyəvi üsulla, xromosom yığımda artıq xromosomun olması Down sindromudur ki, sitogenetik üsulla, əkizlik üsulu ilə sifətdə çizililiyin, parmaq izlərinin keçməsi və s. bunları deyə bilərik. Down sindromda hansı xromosomun artıq olmasıdır? Autosomda baş verən çatışma autosom xromosomlarında, yenə deyirəm 21-ci cüt autosom xromosomda çatışma artıq olması, bir xromosomun artıq olması Down sindromuna səbəb ola bilər və bu XY-i də özünüz çalışmaya yazıb çarpazlaşdırıb yaza bilərsiniz. Bir də zəhmət olmasa 10-cu sinifdə bax bu terminləri. Xahiş edirəm, özüm videonu axıra qədər çəkdim ki, bu terminləri diqqətdən qaçırmayaq. Adrenalindir, albinizm nə deməkdir, anabalizm nə deməkdir, anemiya nə deməkdir. Biz təbii ki, dərslərdə bunların hamısını keçmişik, amma sizə məsləhətim odur ki, mütləq şəkildə bir dəfə də buradan oxuyaq. Ekoloji piramida nədir, ekosistem nədir, ensefalit nədir? Bax, ensefalit biz keçmişdik ki, o həşəratlarda, hörümçəklərdə otlaq gənəsi yayan. Adını çəkmişdik orada. Hətta orada adını çəkəndə mən də demişdim ki, virus xəstəliyidir və sinir sistemində baş beyinlə əlaqəli olan xəstəlikdir. Fotoperiodizm nədir? Günün uzunluğu. Gen nədir? Genom nədir? Bax, genom orqanizmdə haploid xromosom yığımında olan bütün genlərin cəmidir. Diqqətli olun. Nə yazıb? Haploid xromosom yığımında olan. Yəni genomu da biz populyasiyada keçəndə tərifini demişdik. Haploid nə deməkdir? Tək deməkdir. Eidos növ deməkdir. Hemofiliya nədir? Hibrid nədir? Yəni bunların hər birini, yəni lipid nədir, metabolizm nədir, mitoz nədir, ontogeniz nədir, polimerlər nə deməkdir, təbii resurslar nə deməkdir, tiroksin hormonu nədir, təbii ki, qalxana bənzər vəzni. Amma burada hətta əlavə olaraq deyir ki, oksidləşmə reaksiyalarının intensivliyini artırır. Amma mən onu dərs zamanında demişəm o hissəni. Turqor nədir, yağlar nədir, gliserin, mürəkkəb efirləri və yağ turşulardır. Yəni gliserin
Gliserin hara aiddir? Yağlara aiddir. Bizə deyirik ki, boğumayaqlarda, məsəl üçün həşəratların qanında gliserin miqdarı artıq olur. Səbəb onudur, ona görə artıq olur ki, 10-cu sinifdə dedik ki, onlarda qışlarda donma baş vermir gliserinə görə. Hamısı yenə deyirəm, kitabda bizə lazım olan hissələrin içərisində adını çəkmişik, amma yenə də bir kitabdan arxadan oxumağınızda bir fayda var. Bu qədər, uğurlar.